Bir yaşlı babam vardı, o yaşla çalışardı. Her gün bize dostlar ve tanışlar yığışardı. Keçmişte olan hadiselerden danışardı. Rəhmətli ederdi bize söhbət kişilerden. Söylerdi qabaqlar kişi dincəldi neydi? Kızlar ve gelinler uzadan güldü neydi? Keçmişte kadınlar eve gec geldi neydi? Çıxmazdılar evden söyle xəlbət kişilerden. Mərd ol, kişi ol, bax götür ibrət kişilerden. Söylerdi cavanlar, vətən üçün nədir bir can? 100 can ola, 1000 can ola, olsun ona qurban. Hər kəs belə eləyərsə yaşar Azərbaycan. Bir ordu düzəldər ki bu millət kişilərdən. Mərd ol, kişi ol, bax götür ibrət kişilərdən. Mərd idi, lap ölsəydi də danmazdı xudanı. Hər gün namazında eləyərdi bu duanı. Allah nə olar nakişiyə vermə bəlanı. Verdinsə bizi qoru bir qeyrət kişilərdən. Mərd ol, kişi ol, bax götür ibrət kişilərdən. Söylerdi bu dünya evi zindandır, qəfəsdir. Qorxmursa ölümdən, kişi əslində o kəsdi. Ömr eyləyib ölsək kişilər tək bizə bəsdir. Bilsək oxuyan var bizə rəhmət kişilərdən. Zülmün ləkəsin bir gün ədalət siləcəkdir. Həsrətdə olan gözlər, ürəklər güləcəkdir. Söylerdi babam bir kişi vardır, gələcəkdir. O toplayacaq başına heyyət kişilərdən. Sağ ol. Mərd ol, kişi ol, bax götür ibrət kişilərdən. Mərd ol, kişi ol, bax götür ibrət kişilərdən.